Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillah, əmmə bəd. Şeyx Süleyman Ruhayli Hafizəhullah buyurur, qiyamət günü hesaba çəkilməzdən öncə biz öz qəbirlərimizdə tövhid barəsində soruşulacaq. Sən qəbirdə yalnız tövhid haqqında soruşulacaqsan. Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Və Allahla görüşdüyün zaman səni onun əzabına xilas edən ən əzəmətli şey tövhid olacaqdır. Kim də Allahla şirk üzərində görüşərsə, o artıq həlak olmuşdur. Xüsrana uğramış olacaq və heç vaxt da qurtuluşa çatmayacaqdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, Yunus əleyhissalam balığın bətnində olduğu zaman belə dua etdi. La ilahe illa ent, subhanəkə inni kuntu minəz-zalimin. Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən. Həqiqətən mən zalimlərdən olmuşam. Bir insan bu dua ilə bir şeyə görə dua edərsə, Allah azza və cəllə onun duasını qəbul edər. Və İbn Qayyim rahimehullah buyurur, deyir, tövhid kimi dünya sıxıntılarını dəf edəcək bir şey yoxdur. Ona görə də sıxıntı duası tövhid ilə olur. Və Yunus əleyhissalam sıxıntı halında bu dua ilə dua etdi. Və Allah azza və cəllə onun sıxıntısını tövhid ilə aradan qaldırdı. Böyük sıxıntılara yalnız şirkə görə düşülür. Ondan da yalnız tövhid ilə nicat tapmaq olur. Tövhid məxluqatın qorunacağı, sığınacağı, qalası və yardımıdır.